Bizim üçün insanlar da çox qəribədir. Onlar elə bilirlər ki, 10.000 manat, 15.000 manat verməklə 100% bunlar sağalmalıdırlar. Niyə sağalmalısınız? Sizin sağlığınız güya kimə nəyə lazımdır ki? Əgər İbrahim həkim sizə doğru yol göstərirsə, o demək deyil ki, siz onu hələ gedə bilirsiniz. Gedə bilənlər sağalır. 1000 kilometrlik yoldur. Kimsə onun 100 kilometrini gedir, kimsə 999 gedir. Kimsə də 1000-ni də gedir, sağalır. Bəs xərçəngdən tamamilə sağalma mümkündür? Əlbəttə. Bir var ki, səhv yola gedirsən, bir də orada get, bir də qayıt, elə düz yolun enerjisini orada sərf eləyirsən. Deyək ki, Gəncə istiqamətinə getmək istəyirsən, dönürsən cənuba, deyək ki, Astara yoluna. Sonra səhvi başa düşüb, təzədən qayıdırsan, bir də gedirsən Gəncə istiqamətinə. Bakıdan bir Astaraya get, bir qayıt, elə bir Gəncə yolu eləyirmi? Həmən ora yolda xərclənən zaman, benzin, qidalanma filan, düzdürmü? Eyni, kim bizə siftədən gəlirsə, biz doğru istiqamət veririk. Bu istiqamətdə gedir, tez sağalır. Bir də var ki, gedirlər, kimyasal alırlar, zəhərlənirlər, əməliyyat olunurlar, şua olunurlar, nələr olunurlar. Sonra da zamanı gedir, pulu tükənir, canı gedir, ümidi gedir, hər şeyi gedir. Gəlib deyir ki, İbrahim həkim yerdə, göydə Allah yerdə istəmir. Mən peyğəmbər deyiləm və olmaq da istəmirəm.